Azərbaycanlı səfir Paşinyanı erməni dilində salamladı. Maraqlıdır. Azərbaycan Almaniyadakı səfiri Nəsim Ağayev Berlində keçirilən panel müzakirəsində Ermənistanın baş naziri Nikol Paşinyanı erməni dilində salamlayıb. Təbii ki, mən də istinad edirəm bizim media. Media xəbər verir ki, bizim media Ermənistan mətbuatı artıq bu haqda məlumat yayıb. Mən də baxdım o sujetə, çox maraqlı belə açıqlamalar verirlər bizim səfirlə bağlı. Gözləmirdilər də. Biz həmişə dost olmuşuq. Görə onlar Azərbaycan dilində bizi salamlayır, yox, amma çox maraqlıdır ki, bizim səfir, yəni Almaniyadakı səfirimiz Paşinyanı erməni dilində salamlayır. Almaniya Xarici Siyasət Cəmiyyətində keçirilən panel müzakirəsində səfir Paşinyana erməni dilində Almaniyaya xoş gəlmisiniz deyə müraciət edərək Azərbaycan-Ermənistan münasibətlərini hazırki dövrün ən dinc və sabit dövr adlandırıb. Gözəl.